keçərik bura. Mən biraz narahat eləyən xaricidən gələn, başqa təfəkkürdən bizə olunan hücumlar deyil. Son zamanlar müşahidə edirəm, öz içimizdə olan adamların öz mədəniyyətimizə yırtıcı kimi hücum eləməyidir. Bu böyük bir problemdir. Məsələn, bu yaxınlarda da bir neçə yazılar çıxdı qabağıma, məsələn, Məhəmməd Füzuli ilə bağlı, elə Şah Xətai ilə bağlı. Yəni, bu hücumların məqsədi qarşı tərəfi anlayışla qarşılamaq olar. Niyə? Sən bilirsən ki, qarşı tərəf sənə düşməndir. Sənin mədəniyyətinə, sənin ədəbiyyatına, sənin milli dəyərlərinə düşməndir. Və sənə nə olur? Burada artıq bilirsiniz nə çıxır üzə? Mən düşünürəm ki, həyatda öz yerini çox tapmayan, sənətdə öz yerini çox tapa bilməyən adamlar hörmət düşməninə çevrilirlər. O, harada hörmətli bir kişi gördüsə, ona mütləq hücum eləməlidir. Çünki hörmətə qarşı aqressiyaları var. İkrah hissi var. İkrah hissi var. Ki, necə ola bilər bir kişi 600 ildə ədəbiyyatda bu qədər söz sahibidir? Necə ola bilər bir cavan uşaq gəldi hakimiyyətə, bu boyda şeirlər də yazdı, şah kimi filan. Bu artıq düşmənçilik həddinə gəlib çatır. Bu bir variant. İki, fərqli görünmək istəyi. Qoy bir dənə fərqli söz deyim, desinlər ki, bu oğlan nə istedadlıdır. Bu böyük problemdir. Və bunun da kökündə kibir dayanır. Böyük bir kibir dayanır.